ريال مدريد حلال. Hər birinizi salamlayırıq dostlar. Ümid edirik ki, işləriniz qaydasındadır. Siz Peña Blancas YouTube kanalındasınız və bu 26-cı ilin ilk Halal Madrid verilişidir. Əslində başqa şeyləri müzakirə etməyə istəyirdik, amma gördüyünüz kimi bu gün mərhumu yola salırıq. Bir saat bundan qabaq, yəni bu çəkilişdən bir saat qabaq Xabi Alonso haqqında xəbər çıxdı ki, öz xoşu ilə klubu tərk elədi və biz bu gün Superkubokdan savayı əlbəttə ki, ilk öncə Xabi Alonso'nun klubdan ayrılmasını müzakirə edəcəyik. Əlbəttə ki, bunu hamımız birlikdə edəcəyik. Dünən daydaylıq şotuna bir zənglə Perezdən xahiş edərək Alabanın son dəqiqələrdə El Clasico'ya oyuna salan Fərman, könül madridistamız. Hamını salamlayıram. Bir zəng ilə Vinicius'a tapşıran ki, qaqaş get 70 nəfərə keç gol vur El Clasico'da, amma yenə də udacaqsınız. Bizim bir ədəd özdə köhnə madridistamız və Telegram kanalımızın admini Lətif. Hər vaxtınız xeyir olsun. Bir zəng ilə dedim ki, heç olmasa 60-cı dəqiqədə buraxıb Mbappeni, amma zəngim keçmədi çünki oralarda hörmətim yoxdur və ona görə biz goldan sonra Mbappeni buraxdıq. Bəli. Abdul və bu gün biz həqiqətən, yəni əslində yavaş-yavaş Betisdən Atletico'ya keçərək Barcelona müzakirə etmək istədik. Çünki əslində günün əsas xəbəri ilə Barcelonadır. Barcelona oyunumuzdur və Kral Kuboku deyil, Super Kubokun finalıdır. Amma madəm ki, Xabi Alonso indi kiməsə görə kişilik eləyib, kiməsə görə qorxaqlıq eləyib, rəhbərdən icazə istəyib və bu klubu idarə etməkdən, komandanı idarə etməkdən imtina eləyib. Gəlin elə ondan başlayaq. İlk öncə sizin emosiyalarınızı eşitmək istəyirəm. Axırda mən də fikrimi bildirəcəm. Buyur. Lətif, Xabi Alonso'nun getməsi yaxşıdır, pisdir, normaldır, belə də. Xabi Alonso'nun gedişinin yaxşı, pis, normal olduğunu biz indi gələcək göstərəcək. Amma ki, hər halda mövsümün ilk yarısının sonu, ikinci hissəsinin başlanğıcında məşqçi dəyişikliyi heç vaxtı belə deyək də müsbət mənə görə qarşılanmamalıdır. Sadəcə hazırki vəziyyətə görə, Xabi Alonso'nun hazırki vəziyyətə görə yox. Ümumiyyətlə Zidane də bir istisnaydı. Onun gəlib uğur qazanacağını da heç kim vəd vermir. Mən bilirdim olacaqdı. Gəldi sadəcə olaraq uğur gətirdi komandaya, amma Xabi Alonso'nun da daha çox belə deyək təzyiqə məruz qalıb nüfuzdan biraz da düşməməsi, eyni zamanda mənə elə gəlir Florentino Perezin də öz belə deyək də getdikcə artan, ona qarşı getdikcə artan o təzyiqdən biraz daha qorunmağının tək çıxış yolu Xabi Alonso'nun əslində komandadan göndərilməyi, Arbeloa'nın kluba gətirilməyidir. Niyə Arbeloa? Çünki Arbeloa Castilladan gəlir. Hər halda onun üzərində təzyiq çox daha az olacaq. Ondan gözləntilər çox daha az olacaq Xabi Alonso'ya nəzərən və mənə görə sezonun ikinci 6 ayı nisbətən daha rahat keçəcək Real Madrid üçün. Çox sağ ol, Lətif. Fərman? Çox pis. Oyuncular cındırdı. Ben indidən hamıya deyirəm. Sən o dəfə elədin, kişiliyi istədin. Bu kişilikləri yoxdur. Sıfır vəziyyətdədir. Çünki məşqçi tələb eləməlidir. Alonso bir dənə şey oldu ki, gələndə çox göylə getdi. Samalyotunu vurub tez saldılar aşağı. Sistem futbolu olmadı. Biz gözlədiyimiz o sistem futbolu olmadı. Yayda göstərdiyi, istədiyi 3 müdafiəçi olmadı. Bəlkə zədələr və s. o bəlkələr çox ola bilər də. Nə qədər istəyirsən mən bəlkə deyə bilərəm. Amma doğrudan da bəxti gətirmədi ki, El Clasico qabağı və Atletico Madrid qabağı zədələ oyuncuları çox oldu. Rüdigerin özü olmamağı, məsələn Möhsən əvvəl danışanda deyir ki, bilinmir necə qayıdacaq. Necə qayıtsa belə xöysündən yaxşı olacaqdı. Bir o şey var. Alaba oyuna girəndə mən tam səmimi deyim də oyunun başını buraxdım. Xabi Alonso yazığın gəldi o həmin məqamda. Çox insan nə qədər acınacaqlı vəziyyətdə olmalıdır ki, hadi Alabanı buraxsın. Xöysünü çıxardıb Alabanı oyuna buraxsın. Da vəziyyət o qədər acınacaqlı idi da. Oyunçu yoxdur da ki, Valverde indi yazıq zədəli oynadı. Dedi mən əvəzliyim. Vinicius söyləsid də, sən məşqçiyə indi yoxdur, əvvəlcədən dəstəkli olmalıydın. Sən o oyunu göstərdiyin dünən birinci taymda oyunu həmişə oynamalısan. Tək indi oynamalı deyilsən. Dediyim ki, belə alındı. Birinci hissə qorxaq biraz oynadılar, sözün açığı. Amma ki, yenə deyirəm ki, mən istəmirdim Alonso getsin. Çünki Alonso qalmalı idi. Arbeloa da gəldi.
bir dənə istisna Zidane olmaqla, Zidane istisna götürməklə mövsümün yarısı məşqçini dəyişmək elə bil ki, çox nadir hallarda kimisə bir nəsə nailiyyəti Tuchel-i götürə bilərik. Məsələn Chelsea-də, Zidane Realda və başqa mən heç yadıma düşmür ki, hansı məşqçi gəlib belə yaxşı bir mövsüm. Sən mövsüm yarısında məşqçini dəyişsən, sən elə bir kəmin mövsüm götürsən, zibil yeşiyinə atırsan. Çox sağ ol Fərman. Mən də bir-iki cümlə əlavə edeyim sizin bu mərhumu belə yola salmağınıza. Mən demişdim hansısa bundan əvvəlki podkastlarda ki, əgər Xabi Alonso sistemli məşqçi bu klubda sistem qoymasa komandada, bu komanda heç vaxt sistemli futbol oynamayacaq. Bu birinci məqam. İkinci məqam, okey, deyə bilərsiniz ki, Flick var, hansı ki, onun da sistemli məşqçidir, amma sistemi işləyir. Okey, amma Flick kimisi varmı daha, yəni bu tiplə bir kimsə, yəni həm sistem olsun, həm disiplin olsun. Bəlkə onun elə birbaşa müəllimi Joachim Löw olacaq, hansı ki, Joachim Löw inanmıram ki, klub futboluna qayıdar. Timbol üstündə neçə ildir ki, adamın baş məşqçi eləmir. Yaxşı, biraz uzağa getdim. Xabi Alonso'nun qol olması səbəbi də ilk öncə ən belə birinci xəbərləridir. Elə ilk Klasikodan əvvəl çıxan xəbərləri idi ki, Xabi Alonso oyunçularla bacarmadı. Yadınızdadırsa belə xəbərlər çıxırdı ən əvvəl ki, oyunçular narazıdır və yaxud da klub gözləyirdi ki, Xabi Alonso özü öz əlləri ilə bu oyunçuların disiplin vəziyyətinə salacaq. Nəhayət ki, o Galaktikos erasını bitirəcək və daha çox bilirsiniz, hal-hazırda super ulduzlar, əsas super ulduzlar əslində baş məşqçilərdir indiki erada. Amma Xabi Alonso bunu bacarmadı. Nəyə görə? Çünki okey, bura Bayer Leverkusen deyir, amma digər tərəfdən də ən azı ilk məqamlarda rəhbərlik ona dəstək dura bilərdi. Məncə. Durmadı, o da rəhbərliyin qərarı idi. Bəlkə rəhbərlik düşündü ki, qoy özü öyrəşsin, qoy özü bu çətin yoldan, alovlu yoldan keçsin. Amma mənbələrin dediyinə görə, indi mənbələr də qayıdacaq bu arada. Mənbələrin dediyinə görə Florentino Perez Alonso kluba gələn kimi bütün icazələri vermişdi. İstəyirsən kimi istəyirsən sat, kimi istəyirsən al. Düzdür, biz bunu görmədik. Nə yalan deyim. Kimi istəyirsən al, görmədik. Yox, 2 oyunçusunu aldı da istədi. İstədiyini 2 oyunçusunu aldı, amma mən əminəm ki, yarım müdafiəçi istəyirdi o, bəlkə də. Mən onu səndən spor eləməyəcəm, amma 3 oyunçu, 2 dedim, 3 oyunçu istədi, biri tutuzdurdu. O da. Və Santona Höysun karyerası üçün də və digər məqamda əlbəttə ki, bu medianın gör necə işləməsidir. Bir saat bundan qabaq Xabi Alonso xəbər çıxdı ki, klubdan ayrılıb. Bu arada çox vacib məqamdır. Klubdan qovmaq, yəni rəhbərlik tərəfindən məşqçini qovub təzminat vermək başqadır. İki tərəfli razılaşma əsasında klubu tərk etmək başqadır. Bu fərqi hiss eləməyinizi çox istəyirəm. İki tərəfli olanda bu deməkdir ki, ya klub belə deyim də təzminatsız təklif eləyir baş məşqçiyə ki, klubdan ayrıl, ya da ki, baş məşqçi indiki situasiyada olduğu kimi klubdan xahiş edir ki, məni buraxın. O zaman təzminatlar qeyd olunmur, amma indi klubla baş məşqçi arasında münasibət hansıdır? Hansısa əlavə müqavilə tərtib edərək, yəni onlar nəsə hörmət edə bilərlər, müəyyən bir məbləğdə yəni ödəyə bilərlər. Təzminat və qovulmaq başqa şeydir. Yəni klub götürür, baş məşqçini qovur və onun müqaviləsində qeyd olunan təzminatı göndərir birbaşa kartına, necə deyirlər. Necə ki, Amorimdə oldu. 11 milyon funt sterling pul götürdü. Çünki qovulmuşdu o, özü getməmişdi. Burada başqa məsələdir. Bu çox vacib bir fərqdir. Və mənbələr də bu qovulma xəbərindən bir saat əvvəl paylaşırdı ki, Xabi Alonso 100% qalır. Xabi Alonso klubda davam edəcək. Mövsümün sonuna kimi vaxt verəcək. Bəli, biz də bunu istəyirik. Mən də sizin sözünüzdə dəstəyəm ki, mövsümün ortasında baş məşqçinin getməsi yaxşı bir məsələ deyil. Amma bir fikir verir, indi mənbələr nə yazır? Xabi Alonso artıq çoxdan bunu fikirləşirdi. Xabi Alonso'nun problemləri çoxdan var idi. Nə oldu be? Bir saat bundan qabaq belə Xabi Alonso qərar vermiş ki, qalmaq istəyir. Yəni bu medianın sadəcə sizə necə işləyir bu haqqda qısa xronometrajlı bir izah idi. Digər məqamlar, gəlin yeni baş məşqçini qısaca müzakirə eləyək. Mən bir məqama da toxunmaq istəyirəm Xabi Alonso ilə bağlı. Buyur. Qısa olaraq. Xabi Alonso əslində Fərmanın dediyi kimi sadəcə yaxşı başlamadı komandayla. Yəni sən yeni bir belə deyək, adım futboldan haşiyəyə çıxacam. Hər hansısa bir şirkətə öz
iş yerini dəyişib hər hansısa bir digər şirkətə gedəndə o şirkətin atmosferinə uyğun ilk olaraq içəri girəndə hərəkət edib, ondan sonra özü yavaş-yavaş belə deyək də fikirləri orada təbliğ edirsən. Amma Xabi Alonso tamam fərqli ideologiya ilə yanaşdı komandaya. İlk gəldiyi gündən öz prinsiplərini belə deyək, komandaya yeritməyə çalışdı. Okey, sən bunu misal üçün digər bəlkə də hansısa böyük top klublarda, Real Madriddən başqa istənilən bəlkə də böyük top klubda sən bunu eləyə bilərdin. Amma Real Madridi digər klublardan əslində fərqləndirən ən böyük məqam da burdadır ki, yəni bu komandada sən yəni ilk gəldiyin gündən ən azından bu qədər məsafə qoymamalıydın futbolçularla və ilk 2-3 ay ərzində o əslində sınan münasibətləri biraz toparlamaq uzun çəkdi və son həftələrdə əslində artıq komandanın arasındakı o soyuqluq da qismən düzəlmişdi. Sadəcə olaraq artıq krediti bitmişdi. Klubdakı krediti bitmişdi. Klub artıq bildirdi ki, ən azı mövsümün sonuna kimi, indi bizə belə ümid eləyək də, mövsümün sonuna kimi Alvaro Arbeloa klubun baş məşqçisidir, komandanın daha doğrusu. Qısaca deyək, Kastiliyada idi. Yaydan deyəsən Kastiliya qoşuldu da. Bundan əvvəl U19 komandasında idi. U19-dan gözəl bir nailiyyətlərə imza atdı. Düzdür, Raul kimi uğur qazanmadı. Raul çünki gənclər arasında, U19'lar arasında Çempionlar Liqasını qazanmışdı 21-ci ildə səhv eləmirəmsə, amma yenə də komanda 3-cü divizionda səhv eləmirəmsə 2-ci yerdə idi. Aşağı futbol oynayırlar. Bu hesablardan da bəllidir ki, 1-0, 2-1, 1-0, 2-0 belə oynayırlar, amma ən azından topa sahib olmaq. Biz məsələn nədir? Kastiliya oyunlarına baxmaq yox, Kastiliyadan çıxan brilyantlara sən baxmaq istəyirsən də, fərdi olaraq hansısa oyunçuya nəzarət yetirirsən ki, bu ortaya çıxıb Thiago Puttaç deyəsən, Puttaç. Kim axı ikinci maraqlı oyunçular var aralarında. Mən açıq Ancelotti hansısa adlara görə baxıram. Ancelotti dövründə yadda deyir ki, akademiyadan kimisə çıxarsın, Raul Asensio istisna olmaqla da indi orada o məcburi məsələ idi. Xabi Alonso kimisə işlədirdi əslində. Kimisə işlətməyə çalışırdı, hansı kimisə dəvət etməyə çalışırdı kubok oyunlarında ən azından. Amma yenə də bilmirəm, açığı yeganə bir razıyam ki, o qədər təzyiq olmayacaq. Çünki uğuru yoxdur böyük futbolda. Digər tərəfdən də deyirlər ki, disiplin yaradıb Kastiliyada. Əvvəl o dərəcədə disiplinli deyildilər güya ki. İndi bacaracaqmı bu super ulduzlarla bunu sizcə Arbeloa? Başa nə gözləyirsiniz Arbeloadan ümumiyyətlə? Heç nə. Növbəti sual. Amma sən Arbeloa, faktiki Arbeloa haqqında demirsən də, ümumiyyətlə situasiya haqqında deyirsən. Situasiya danışanda bax, Kastilya deyirsiniz ki, gəl Kastiliyada nəticə göstərir. Həmin o Zidane idi ki, Kastiliyada nəticə göstərmirdi. 14-cü yerdə idi. Hə, güclü nəticəsi yox idi, amma ki, görürsən ki, gəldi faktiki olaraq nəyə nail oldu, nailiyyətləri öz yerinə danışır. Amma Arbeloa necə olacaq, nə cür olacaq? Oyunçu kimi bilirdi ki, yaxşı bir sağ müdafiəçidir, yaxşı, əla da yox. Yaxşı bir sağ müdafiəçidir, hansı ki, öz belə deyək də heç kimdən münaqişəsi olmaz, nə bilim heç kimlə davasız, spor belə deyək də, heç bir problem heç o komandayı yaratmaq. Öz oyununu oynayır, alınanda belə deyək də, Lucas Vazquez'in onun davamçısıdır da belə. Çünki Arbeloa ondan əvvəl gələndə zamen oyuncusu kimi gəlmişdi, çünki Ramos sağda oynayırdı. Amma Ramos mərkəzə keçdi, Arbeloa başladı oynamağa. O hesabına da İspaniya yığmasına düşdü. Yaxşı bir məşqdir. Daha rəhmətli Vasiliy Utkin söhbət var ki, ya video dribbling Arbeloa. Yəni Arbeloa driblinqini görmüşəm. Dribling görmüşəm. Nadir bir şeydir ki, Arbeloa driblinqini. O heç vaxt eləmirdi də. Premier Ligin qaçsın. Qaçırdı, Navesin elədi, nə müdafiəsində oynadı. İspanski Mahir Şükürov da elə çıxırdı. Belə deyək də, İspaniya mən baxdığım İspaniya millisinin ən zəif sağ müdafiəçilərindən biri idi. Ən qeyri-İspan. Hə, qeyri-İspan orada Michel Salgado, Ramos, nə bilim Carvajal ola bunun heç üçlüyə düşməz də 4 nəfər arasında belə. Amma ki yenə də uğurlar. Mən bilim nə olacaq. Təki yaxşı olsun. Təki yaxşı olsun. Roza burada bir sual yaranır ki, lap yaxşı da mövsüm sonunacan gəldi. Düzdür, pis yaxşı indi birtəhər vaxt gedəcək də, indi 4-lükdən aşağı düşməyəcək də azından da. Bu heyətin heç 3-lükdən də aşağı düşməli deyirsən. Bu Arbeloa getdi yerinə kim gələcək? Bir dənə böyük bir sual yaranır da. Elə məşqçi də yoxdur ki, Reala layiq olsun. Jurgen Klopp, mən inanmıram Klopp gəlsin Reala. Klopp həm Klopp özü, həm Red Bull'un rəhbərləri deyirlər ki, qardaş, əl çəkində, kef eləyir. Klopp gəlməyəcək. Real sistemli klub deyil.
Flick deyirsiniz, razıyam. Flick Barcelona gələndə Barcelona sistemli klubdur. Çünki orada tiki-taka var idi, aradakı sistem tələb eləyirdi. Sənə orada oyunçunun fərdi Cristiano Messi olması lazım deyildi. Sənə lazım ki, o ötürməsini yaxşı eləsin və komandanı başa düşsün. Realda elə deyil. Real bilirsən nə? Dünən Vinicius. Topu götürdü, qaçdı, qolunu vurdu, söhbəti bağladı. Və Real odur. Onu boynumuza almalıyıq ki, Real uzun ötürmələr, sürətli kontratak, sürətli hücum və kəlləlik də ki, indi o biraz İngiltərədən gəlmə futboldur. Amma Ronaldo hesabını biz onu oynayırdıq da. Ronaldo, Ramos və Benzema. Hə də demək istəyirəm, əsas oydu ki, Realda sürətin üstündə, vertikal oyun idi, fiziki sürət üstündə. Ona görə də Reala belə deyək, taktiki oyuna və qayda çərçivə qoymaq olmaz. Nə Vinicius, nə Mbappé, Rodrigo hardasa razıyam, nə Bellingham, onlar oynamayacaq. Oynaya bilər bir halda, əgər ora Guardiola və yaxud da Zidane gəlsə. Başqa da ki, Arbeloa uğurar, Xabi də ki, doğrudan da istəyərdim ki, növbəti klubumda onun çox belə möhtəşəm uğurları olsun. Çox yaxşı oyunçudur. Bəlkə də bacaracaq, bəlkə də Xabi Alonso özü də həmişə əslində bir insan kimi, əslində baş məşq gələndə biz məcburuq. Madəm ki, Real ümumiyyətlə klub kimi həmişə individuallıq üzərində qurub. Rəhbərlər, prezidentlər, baş məşqçilər, oyunçular hamısı fərqli olaraq. Biz ona görə deyirlər Real sistem klubu deyil də. Biz yəni hamımız birləşə bir şey eləyə söhbət deyil də. Hamımız fərqli olaraq nə bacarırsa onu eləsin, uğur qazanacaq. Bu məsələdir. Bəli. Və həmişə belə klubda fikir verməlisən baş məşqçinin xarakterinə. İndi güya ki deyirlər ki, Arbeloa disiplinlidir, güya ki sərtdir. İndi bacaracaq, bacarmayacaq o başqa məsələdir. Fərman demişkən, Xabi Alonso biraz yumşaq adama bənzəyirdi. Və bəlkə də hansısa problemi həll etmək üçün daha çox susub biraz qarşıdakı adamın da biraz pisənəcək, sakitləşməsini gözləyib sonra dialoqa keçmək istəyən adama oxşuyur, bənzəyir. Bir növ psixoloq fason bir şey də, yəni belə deyək də. Məsəl üçün mən Zidane'ın elə olduğunu düşünmürəm. Bəli, o da psixoloqdur, söz yox. Mourinho vəbşə belə olmasını düşünmürəm. Ancelotti'ni də müqayisə edə bilməm heç kimlə. Ancelotti istisnadır çünki. Yəni elə tip məşqçilər, ata fiqurları az qalıb. Capello ucu çoxdan da məşqçilik etmir. Alex Ferguson çoxdan da məşqçilik etmir. Mən Ancelotti-ni heç kimə müqayisə etmirəm çünki onlar bir sənəcə o deyirlər ki, xəcəçi qılıbı da, yəni bildiyin geriyə daşdır da bu. Sən nə edəsən? Baban yaşdadır, nağarasan. Baş atasan alınmayacaq. Nə bilim, söz qaytarasan sənə 6-sını qaytarar. Yəni heç nə alınmır da. Ancelotti-ni tərpətmək mümkündür. Ancelotti nə tərpətdi? Florentino Perez'in vecidsizliyi və Xabi Alonso eşitdiyi ki, Xabi Alonso gələcək, ona transfer verəcək. Nəysə. Nə fikirləşirsən Arbeloa haqqında? Arbeloa haqqında ümumiyyətlə ilk olaraq uğurlar arzulayıram mən də hər bir madridista kimi. Sadəcə olaraq Arbeloa haqqında mən o qədər pessimist yanaşmırsam Fərman qədər. Mən Arbeloadan sonrasını belə hələ düşünmək istəmirəm. Çünki hələ ki Arbeloadır. Ola bilər ki, uğurlu olsa böyük ehtimalla artıracaq, bir ildə qalacaq komandada. Ona görə hələ fikirləşmək istəmirəm. Ona baş yormağın hələ mənə görə vaxtı deyil. Qaldı Arbeloa'nın Real Madridinə. Mənə görə Arbeloa'nın Real Madridi Xabi Alonso'nun Real Madridindən daha uğurlu oynayacaq növbəti 6-5 ayı, belə deyim, önümüzdəki 5 ayı. Çünki komandanın üzərində yenə fikrim üstündə qalacaq. Təzyiq o səviyyədə olmayacaq. Xabi Alonso'nun komandası üzərindəki təzyiq qədər olmayacaq Arbeloa'nın. Çünki Arbeloa Castilla'dan gəlir, daha belə deyək, təvəzzökar bir qismdə yanaşacaq gələcək komandaya Xabi Alonso'ya nəzərən və ondan gözləntilər də əslində Xabi Alonso qədər deyil. Mənə görə mediada bundan sonra, yəni gün etibarilə komandanın üzərinə bu qədər getməyəcək. Bundan sonra egolar, indiyənə qədər səslənilən ego haqqında belə deyək, tirajlanan xəbərləri də biz bu qədər görməyəcəyik. Sadəcə olaraq Arbeloa'nın komandaya yanaşma söhbəti var. Əgər Arbeloa komandaya Xabi Alonso yanaşması ilə yanaşmasa, yəni o qədər ciddi sərt şəkildə yanaşmasa, komandada mənə görə daha rahat bir 5 ay, 4 ay biz izləyəcəyik və Real Madrid məncə lazım olan bu dəqiqə hazırda budur. Hər nə qədər siz tam əksini düşünürsünüzsə, mənə görə komandaya nisbətən daha rahat düşüncəli, daha rahat beyinli bir məşqçi lazımdır. Çünki bu futbolçulara əslində sən nə qədər yaxın olsan futbolçulara, nə qədər belə deyək də dost yanaşması ilə yanaşsan, bu futbolçulara motivasiya nə qədər yüksək səviyyədə verib oyuna çıxarsan, məncə daha
çox verim ala bilərsən. Bizim bir də problemimiz şu olar. Əslində komandanın indiki futbolçularının meydana qoyduğu keyfiyyətdə də var. Bizim də həmişə müdafiəyə danışırdıq düzdür. İndi birazdan gələcək Barselona. Bizim yarım müdafiədə çox ciddi problemlərimiz var. Hazırda, yəni ona görə hücum qismini mən qoyacağam kənara, birazdan danışanda. Hücum qismini qoyacağam kənara, çünki hücum yetəri qədər artıq yavaş-yavaş məhsuldar olmağa başlayır. Bizim yarım müdafiədə də ciddi problemlərimiz. Arbeloa ümid eləyirəm ki, bu 6 ay ən azından uğurla keçər. Xabi Alonso qədər belə deyək də sınıb komandadan ayrılmaz. Xabi Alonso demişkən siz və mən biz münasibətimizi bildirdik Xabi Alonso'nun getməsinə. Bəs sizcə ümumən danışsaq, Xabi Alonso'nun getməsinin əsas səbəbləri sizcə fərdi olaraq nədir? Lətif, Fərman, buyur. Məncə o oyunçular. Oyunçular Vinicius, Mbappe, Bellingham. Mbappe oynayırdı çünki ona bütün komanda oynayırdı. Hamı belə deyək də o qollarını vururdu. Amma Vinicius'un öz yekə başlığı və Bellingham'ın 8 nömrəli keçməməyi Alonso'nun o avtoritet, bir də avtoritet teması vardı, o olmadı. O çünki sən dediyin kimi Ancelotti, Mourinho, Zidane onlar avtoritet idi. Daha belə fərdi şəkildə. Hə də belə deyək də adi Ronaldo deyirdi ki, Zidane soyunub geyinmə otağına girəndə biz belə aura gəlirdi ki, Zidane gəldi. Alonso da mükəmməl futbolçu olub. Onun ötürmələrinə oturub adam saatlarla baxar ki, o necə belə deyək stadionu pollə görürdü də. Amma ki o avtoritetliyi olmadı və oyunçularda şəxsən də Vinicius'la Bellingham onu lazımlı vaxtında lazımlı nəticəni vermədilər. Mənim şəxsi bunun qarşılığında da dəstək də vermədilər. Əsas dəstəkdir də, dəstək olmalı. İndi nə edirəm dəstək gedəndən sonra qatar gedib, söhbət bağlanıb. Yəni ki, Xabi Alonso da bunu fikirləşdirsiniz. İlk 2 ayda mən səndən razıyam. Adasa belə deyək də, sentyabr-oktyabr aylarını nəzərə alıram. Mən sezon başlayandan avqustu nəzərə almıram. Sentyabr-oktyabr aylarında mən səndən razıyam. Hətta Vinicius'un El Clasico'dan düzdür. Yenə deyirəm, mənə görə Xabi Alonso'nun səhv seçimi idi, Vinicius'u çıxartmamalıydı, amma çıxartdıbsa belə yersiz etiraz idi. Biraz daha həmin vaxtı onsuz da ortalıq o qədər sakit deyildi, biraz daha qızışdı ortalıq. Mənə görə bəli, amma yenə deyirəm, futbolçu istəyərək mən Vinicius'un şəxsən və yaxud Bellingham'in və yaxud digər futbolçu fərqi yoxdur. İstəyərək meydanda öz potensialından daha aşağı səviyyədə oynayacağına inanmıram. Yəni bu futbolçu hər halda super ulduzdur. Vinicius məsəl meydana çıxırsa, o bilir ki, onun özü ilə bərabər eyni zamanda özündən qat-qat böyük hal-hazırda adı var. Bu adam istəməz ki, çıxıb meydanda bərbad səviyyədə futbol oynasın, qol vurmasın, çıxdığı epizodları yandırsın. Nə var? Xabi Alonso'nu məsəl komandadan göndərsin və yaxud da ki, Bellingham bilərəkdən hansısa epizodlarda səhvlər eləməz, bilərəkdən ola bilər futbolçu alınmır, məsəl üçün həmin vaxtda oyuna. Mən bunu da yenə bilirsən hara bağlayacağam. Mənə görə baş məşqçi ilə futbolçuların arasındakı o soyuqluq, o münasibətlərin pozulması futbolçuların da meydanda oyununa böyük təsirlər göstərirdi. Mən buna görə şəxsən Arbeloa'nın nisbətən daha uğurlu olacağına inanıram. Çünki Arbeloa Xabi Alonso belə deyək, nümunəsini qarşısında görüb komandaya gələcək. O futbolçularla biraz daha fərqli yanaşmayla, əgər o adam biraz ağır xasiyyətlidirsə, futbolçulara qarşı çox ciddidirsə, onu A komandasında kənara qoyacaq. Qismən kənara qoyacaq. Və yaxud da öz fikirlərini daha fərqli qaydada yer etməyə çalışacaq. Məncə Arbeloa'nın əsas plusu sən də dediyindən savayı odur ki, o inkişaf yolunu Alonso kimi qıraqda hardasa keçmədi. Çünki Alonso düzdür, Real Madriddə başladı akademiyada. Sonra keçdi U19 Real Sociedad, sonra getdi Bayer Leverkusen və s. və laxır, sonra gəldi Real'a. Amma nə də olsa super məşqçilər arasında gənc super ulduz adını getdi Bayer Leverkusen-də qazandı da. Həmin o mövsümdə hansısa ki Qarabağla oynayırdılar və axırda məğlub edilməz çempion oldular Almaniyada və Atalantaya məğlub oldular. Amma ən azından finala qədər çatdılar da. Bu Leverkusen üçün bir uğur saymaq olar. İlk öncə plus odur ki, daimi onsuz da klubun daxilində idi. Daimi olaraq mən əminəm ki, Perezlə bu məsələni müzakirə ediblər və klubun icraçı direktoru Sanchez'e. Bu arada Xabi Alonso'nun getmələrinin səbəbinin biri də Sanchez'dir məncə. Çünki indi son ərəfələrdə fikir vermişsinizsə xəbər çıxıb ki, əslində Florentino Perez'in seçimi deyildi Xabi Alonso.
icraçı direktor seçimi idi. O istəyirdi ki, Xabi Alonso gəlsin. İspandır, bizim klubda oynayıb, əfsanəmizdir. Başqa nə lazımdır? Bir də prosta xarakteri çatmadı da. Bəlkə bir də, yəni lazımı bütün klişe deyirlər də ona da. Yaxşı başlasaydı yaxşı da olacaqdı. Hə, də bütün lazımı kriteriyalara Yox, başlamağına yaxşı başlamışdı. Yox, klub arasında heç pis başlamadı. Prosta futbolçularla münasibətdən gedir söhbət. Prosta futbolçularla münasibət qurmaq biraz çətindir. Ona nəyə görə? Gələn kimi 2 həftə sonra klublar arası dünya çempionatı başladı. Klublar arası dünya çempionatı başlayandan sonra yoldaşlıq oyunlarından imtina elədi. Nə var? Biz klublar arası dünya çempionatı olacağıq. Ona görə də ümumiyyətlə o Realın son illərdə yay kampı yay zədələrə görə alınmır. Çünki yadınızdadsa Mbappe də zədəli vəziyyətdə qayıtdı Avropa çempionatından sonra. Cəmi bir həftə məşq edə bildi. Bir həftə sonra çıxdılar Betislə oynamağa. Ancelotti vaxtında. Yəni bir dənə yadınızdadsa son illərdə 23-24 mövsümündən əvvəl normal yay kampı oldu. Birinci mi gəldi yay. Juventus orada otdular yayda, Milanla oynadılar falan 5 milyon. Gəldilər, başladılar tak-qatara. İlk oyunda Bilbao səfərdə və getdilər. Yəni sözümüz onunla ibarətdir ki, yay kampı çox böyük bir təsir göstərir, xüsusən də futbolçuların fiziki göstəricisinə. Sadəcə Alonso mənəvi dəstəkdən savayı klubdan belə deyim də, bu atalıq deyirik biz Ancelotti daha çox. Amma indi nə də olsa indi prezident də bir atalıq edə bilər də. Prezidentin də yaşı 35 deyil də. Bu 80 yaşı var qoca kaftarın. Gəlib bir dəstək göstərmək gənc məşqçiyə. Gənc məşqçi Ancelotti kimi gedib Milanda, Chelsea'da, orada, burada məşq gətirib gəlib Reala çatmayıb ki. Bu getirib də Bayer Leverkusen görüb. Bayer Leverkusen də o futbolçular dedi ki, Allah biz şokdayıq. Bu bizə yaşı çox ötürmə verir. Yəni bildiniz mi? Yəni Xabi Alonso özü Bayer Leverkusen oyunçusu ola bilərdi. Mərkəzdə oynaya bilərdi. Yəni o səviyyədə bir vəziyyət idi də. Yəni ən azından biraz Padeşka, əminəm ki, öz vaxtında Zidane Padeşka. Başlayanda xeylə başlamadı Perezlə Xabi. Başlayanda həqiqətən də Xabini belə deyək də, Xabiyə hardasa tərəf dururdu. Təzə gəlir söhbətdə qardaşım. Təzə gələndən gedir də söhbət. Sadəcə o münasibətlər o vaxt qırıldı ki, artıq futbolçularla arasında soyuqluq yaranmağa başlayandan sonra Perezin prioriteti futbolçulardır axı. Arasında o soyuqluq yaranandan sonra Perezlə də təbii ki. Bu Perezdə bir sənə məsələdir. Ay pətənəksən bala. O söhbət var. O birisi də hansı obraz nəzərdə tuturam da. İndi hal-hazırda TikTokda çox belə deyim də paylaşılan bir obrazdır. Yəni ata götürür atır uşağı dənizin içində deyir üz öyrənməlisən. İndi öz aləmində mən belə başa düşürəm ki, Perez Xabi Alonso'ya buraxdı ki, bax sənə hər şey. İndi yenidən mənbələrin dediyinə görə mənbələr də elə belə yazmır da başa düşürsüz də. Nəsə var ki yazır. Bir tüstü çıxır ki, var ki hardasa ki, yalanlandı da. Hə, yəni əgər bu həqiqətən imkan verirsə ki, ya istəyirsən Vinicius qov, istəyirsən Mbappe'nin meydana çıxartmaq, istəyirsən birincimi sataq, Vitinha'nı alaq. Bir şey eləyək də başımda. Həqiqətən Xabi Alonso bütün bu carte blanche verilibsə, mən nə yalan deyim, Xabi Alonso'da görürəm bu problemi. Yəni Xabi Alonso'nun güzgahkar görürəm ki, sənə verilən bu vazможностьdur. İstifadə eləmədin. Bir bu məqam, əlbəttə ki, dəstək olmaması indi bir sənəcə biraz asandır demək ki, dəstək görmədim. Sadəcə əslində bu sualı biz Superkubokunu danışandan sonra müzakirə edəcəyik. Amma mən belə başa düşürəm ki, biz Superkubokda Xabi Alonso əsasında danışacağıq da. Xabi Alonso bax belə deyim də 3 bucaq müzakirə aparaq da. Betis, Atletico Madrid və sonra Barcelona. Bir-birinə çox bağlı bir məsələlərdir. Nəyə görə? Betislə 4-3-3 yoxladı. Necə yoxladı? Ardasız 4-3-3 yoxladı. Fiziki gücə əsaslanan yarım müdafiə. Jude Bellingham, Tchouaméni, Camavinga və məcburi əlbəttə Gonzalo Garcia, çünki Lyona göndərdilər Endrick. Bu arada Endrick möhtəşəm oynadı. Əgər görmüsünüzsə. Nəysə. Sən Betisi darmadağın elədin. Amma Betis də o deyildi də, başa düşürsünüz. Sonra Atletico keçdi. Eyni heyətlə Atletico qarşı oynadı. Biraz orada əlbəttə ki, baş məşqçinin planlarını alt-üst edən Valverde'nin qolu oldu 2-ci dəqiqədə. Ona görə də məcbur oldu Xabi Alonso da güya ki, oyunu tempini idarə etmək adı ilə müdafiədə oynamağa və başa düşürəm ki, Simeone da dahi deyil. Başladı Sörlotdan istifadə etməyə ki, kəllə ilə başla zərbələr, qollar güya olacaqdı. Güya ən böyük silahı idi. Odur ki, oyunda cəmi bir dəfə alındı. Keçdi boşum. Elə belə keçdi finala. Sizin yadınızdadır, axırıncı dəfə nə vaxt olub ki, məşqçi oyundan əvvəl start heyəti dəyişsin. Olur. Yox, bu yaxınlarda olmuyor. İndi durub mən də olur, durub mən onu indi oturub fikirləşəs deyirəm ki, nə vaxt olub, necə olub və necə olub. Eşitmirsəm də yadladın mı belə bir şey? Mənim yadımda deyil. Çünki o lazımsız bir məqamdır.
Dəyişibdir. O baş məşqçinin öz şəxsi işidir. Amma nə vaxt dəyişib? Biri var sən fikirləşsən, sonra reqlamentə əsasən o sənədi verirsən. Biri də var ki, bütün mənbələr paylaşa, bütün dünyanın xəbəri ola. Olsun da. Sən sonra götürüb dəyişəsən. Olsun da. Nə olsun ki? Nə problemdir? İndi yaxşı, gəlsə belə əksinə bir sual verim də. İşdi dünən Real uçsaydı. O əvəz etmədən kimsə danışacaqdı. Hər kəs danışacaq. Mən danışacağam. Heç kim danışmır. danışacağam. Amma tərifləyəcəkdir. Yox. Heç kim. Mən çünki mən 55-58 daha 60-cı dəqiqədə belə deyək də, mən 60-cı dəqiqədən sonra Gonzalo Garcia'nın artıq oyundan çıxmağını gözləyirdim. İşi çatdırmırdı. Yəni çatdırmam başqa məsələ. Səbəbini də deyəcəm. Uçsaydı heç kim ona fikir verməyəcək. Deyəcək dəyişib. Yenə deyirəm, mən şəxsən dəyişib qalacaq. Heç kim danışmayacaq. O sən bir podkastın birində çöndün dedin ki, əgər deyib eləyirsənsə, sənə heç kim bir söz deyə bilməz. Əgər bunu dəyişib nəticə versəydi, ona heç kim bir söz deməyəcəkdi. Deyəcək ki, yaxşı eləmişəm, dəyişmişəm deyə mən sənə nəticə də vermişəm. Amma indi mən razıyam ki, Barcelona dünən Realdan güclü oynadı. 100%. Mən onu boynuma alıram, danlası bir şeydir. Fazasını çıxmaq şərti ilə, müəyyən bir fazasını çıxmaq şərti ilə böyük qismi bəli. Betislə oyunu ümumiyyətcə də dəymək istəmirəm. Betislə oyun belə ki, birinci oyunuydu. Betis də açıq oynamağa çalışdı. Betis açıq oynayır da. Betis hamı ilə açıq oynayır. İndi hamı Barcelona 5 dənə buraxır. 5-5 buraxır. Hə də hamıdan 5 gol buraxır da. Nəyə görə? Çünki Pellegrini bağlı futbol oynaya bilmir. Pellegrini özü də yaxşı məşqçidir. Sadəcə Realda olanda da yadımızda ki 95 xal yığdı, 96 da normal xal yığmışdılar da. Sonra onu danışmır. Prosta böyük oyunların, maçların adamı deyil. Barcelona 2 dəfə uduzdu, Lyon uduzdu. Barcelona 2 dəfə uduzdu, razıyam, amma ki yenə də belə deyək, City-də birinci çempion eləyən oldu. Yox, ikinci üzr istəyirəm. City həmin çempionluq nə vəziyyətdə idi, liqa özü. Yəni o fərqi nədir? Yox, fərqi nədir? Nəticədir də, əsas nəticədir. Heç kim də oturub o futboldan danışmır ki. Üzr istəyirəm, demirəm, City Leicesterdir. Yəni demək istəyirəm ki, Leicester necə ki bütün topların zəifliyindən istifadə elədi, City də elə istifadə elədi. İndi sözümün canı odur ki, Atletico Madrid və Barcelona. Atletico Madrid Realın zəif nöqtəsini tutmuşdu. O da Xoysun idi. Birinci oyunda belə deyək, topu qalxsırdılar, hamı başını. Amma ki bu oyunda olmadı. Olmadı, istədilər, almadı. Mən çox adam deyir ki, Real bəxti nədə bəxti gətirdi də, nədə? Yox, Alonso Simeone nə fikirləşdi? Nədə bəxti? Mənə bir sual maraqlı ki, nədə bəxti gətirdi? Qardaş, Atletico oturdu Realın qapısını 4 dənə cəriçə ştanga vurdu, Kurta xəttdən çıxartdı, müdafiəçi xəttdən çıxartdı. Oldu da qapı deyirlər ki, Kurta. Qardaş 60 milyon mən verib futbolçu, 30 milyon, 60 milyon futbolçu alıram, qapıya qoyuram. O da top çıxartmasın. Dayı nə edirəm, elə boş qapı saxlayarım, gələn gedən vursun da. Vacib əlavə 30 milyon qapıcı üçün yaxşı rəqəm. Yox, başa düşdüm. Hal-hazırda dünyanın ən bahalı qapıçısının qiyməti 45 milyon. Yox, olsun demək istəyirəm ki, qapıcı da komandanın bir üzvüdür də. O çıxartmalıdır o topları. Onda oturaq danışaq ki, oturaq danışaq ki, Barcelona Villarreal'la qapıçı nələri çıxartdı. Ya qapıçı olmasaydı, müdafiəçi olmasaydı, hücumçu olmasaydı da onda futbol şey olmasaydı. Yox da futbolun başını buraxdı. Baba deyən. Demək istəyirəm ki, heç nə yaratma. Bir dənə Sörlotun boş qapıya biraz boş qapı dedən yarım boş qapıya. Hə, başına dəydi. Hə, başına dəydi top. O da səbəbi nədir? Ona görə ki, Sörlotun yanında Rüzgar yox, niyəsə görə. Raul Asensio oynayırdı bütün oyunu. Niyə? Yəqin elə bir deyil. Bu xaybinin fikridir. Yoxsa bunlar dedi ki, sən boyun 1.70-dir. Davay Rüzgar, özü tutacaq bunu. Məncə Asensio, mən deyim orada problem. Asensio karyerası straxovka eləyə bilmir də, belə deyə, sığortalaya bilmir. Amma Rüdiger onu bacarırdı. Onlar da onu başa düşərək Sörlotü və qoydular. Başa düşürəm də, amma ki sən Rüdigerə də qoysaydın sağa, Asensio sola, orada da daha çox gol buraxa bilərdi. Orada o Alvarez'dan problem yarandı. Aysa onun problem də orası. Kamavinga qəşəng oynadı. Valverde'nin qoluna söz yox idi. Valverde özü oynadı. Bütün komanda oynadı. Can da qoydu. Atletico Madriddən əsas nəticə idi. Oturub sayırsınız ki Atletico 22 zərbə endirdi. Allah bəlli 8. Real 8-də. İstəyir 100 dənə zərbə. Uşaqlar sizə bir sir danışım, bir sir açım da. Dünənki oyunda El Clasico'da indi çox adam deyir ki 80%, elə mən özüm də bunu deyirəm. Böyük şans bizdə daha çox. 80% Barcelona oyunu idarə edirdi. Mən də bunu deyirəm. Amma bir şanslarda 7-4-də 2 ran başlayışda Realda daha çox oldu. Gonzalo'nun təkbətəkləri nə idi? Çox da statistika. Gonzalo'nun təkbətəkləri axırıncı
90-dan 2 dənə Real gol şansı oldu. Carreras hara vurdu onu? Statistikaya aldanmayın. Statistika boş şey deyil. Bir primitiv bir şey deyil. Adi bir PlayStation oynayanda da oynayırsan rəqibin sənə 50 dənə zərbə vurur. Sən 2 zərbə vurursan 2-1 udursan. Nəticə əsas nəticədir. 100 var. Yunanistan 2004-də Avropa çempionu oldu o hesabda. Necə çempion oldu? Ya indi nə qədər yadımızda. Heç kim yadına düşməyəcək. Çünki biz yadda saxlayırıq. Bizdən sonralar 90% yadındadır. Mən 2004-də baxmamışam, bilirəm ki, Yunanistan belə olur, amma Yunanistan çempionu da yəni. Mənim 2004 ilə bağlı heç nə yadımda deyil, amma ümumi Yunanistan oyunları yadımdadır. Mən ona canlı baxmışam. Demək istəyirəm, finaldakı birinci hissəni normal oynadılar. Normallar. İstəsəydilər belə deyək də, o Gonzalo ilə Vinicius'un momentin daha yaxşı istifadə etmək olardı. Lewandowski nə qədər söyülsə də, təhqir olunsa da, o topu gözəl saxladı, vurdu. Rafinha'nı Asensio'nun səhvi daha çox və ikinci golda Asensio'yu görərdim. Amma ikinci hissənin ilk yarısını Real Barcelona qapadı. Tam qapadı, başladı oynama. Sadəcə burada bir nüans yaranır ki, Vinicius'la Valverde çıxandan sonra komanda topu ala bilmirdi. Demirəm onlar topu alacaqdı. Yox, əlbəttə ki, ondan söhbət getmirdi. Amma ki, bəli, Vinicius'la Valverde özləri istədi ki, əvəzlənsin. Allah kömək olsun. Top ayağının verdi, ikrasına dəyməsin də ayağısında. Top gəlib dırkadan keçəcəkdi, vuracaqdılar. Orada bəxt gətirdi. Carreras da heç nə top aldı da. Topal. Mən ona deyirəm. Yox, sərbəstə görə. Dünən ümumiyyətlə pis oynamadı. Carreras, Yamal onu 2 dəfə Ukraynski kruqa göndərdi dönərdə alacaq. 3 dəfədir Hüseyn Cavid kruguna. Belə getdi qayıtdı. 3 dəfə belə getdi qayıtdı. Müdafiənin içərisində biraz oynayan yox. Birinci Çempionlar Liqasında, La Liqada, Çempionlar Liqası keçən oynadığı oyunu görsə, Carreras'ı dünən necə istədilər fırlatdılar. Sənə görə bu dəfə Kunde çox dəstək oldu. Kunde dəstək oldu. Bəlkə də ona görə Vinicius çox boşluq aldı. Vinicius'un boşluqları da Kunde'ni o göndərdiyi. O işte gol vaxtı Vinicius keçirdi də. Yox, o öz yerində gol vaxtı. Birinci hissə Carreras Yamal'i bağlaya bilirdi. İkinci hissədə bağlaya bilmədi. Bax, Flick'in də Xabi Alonso'dan fərqi ondan ibarətdir ki, bax sən bəla dedin ki, Lutfi mən Alvarez'i saxlayaram. Və Rüdiger'i verərəm Carreras'a dəstək Alvarez tutsunlar. Nəinki mən Rüdiger'dən Asensio'nun yerini dəyişərəm. Və burada Solo kəllə gol vura bilməsin. Fikir verirsiniz, yəni fərqə. Yəni Nikivo Solo gəlsin məni döşəsin, amma burada Alvarez daha dərin futbolçudur deyənə, Lutfi mən onu bağlayım, o momentlər yaradır. Faktiki o momentlər var idi, Solo o momentlər var idi, yazıldırsa, gol vura bilərdi 2 dəfə, 3 dəfə, 4 dəfə. Amma Flick'dəki fərqə bax. Qoy Vinicius mənə döşəsin. Amma mən Yamal vasitəsilə, yəni Kunde vasitəsilə Yamala dəstək verməyinə Carreras'ı təkləyib mən də döşəyəcəm. Mən bəlkə daha da çox döşəyəcəm. Yəni mental fərqi hiss edirsiniz də, nə demək istəyirəm. Yaxşı, bunu qoydum bir kənara. Lətif, sən deyəsən Xabi Alonso'nun qərarlarına narazısan dünənki oyunda. Ümumiyyətlə son 3 oyundan belə deyək, qısa olaraq üstündən keçsək, mən əslində komanda məhsuldarlığına diqqəti çəkmək istəyirəm. 3 oyunda 9 gol vuruldu və Mbappesiz 9 gol vuruldu. Mbappe olmadan və hücumçular 6 gol vurdu. Deməli lazım olan aslı deyil. Deməli 4 golu Gonzalo vurdu. Vinicius'la Rodrigo'da hərəyə 1 gol. Asistlərdə də hücumçuların adları daha çox idi. Yəni ümumən belə baxanda görünür ki, bəli, dediyim sözə qayıdıram. Mbappe düzgün şəkildə hələ də inteqrasiya edilə bilməyib komandaya. Edilsə, hücumçular normal eləyə bilməyiblər bu şəkildə. Digər futbolçular da normal öz keyfiyyətlərini meydanda göstərəcəklər. Bu öz yerində. Bunu qoyaq kənara. Mən Atletico oyunundan açığı çox danışmayacağam. Çünki bütün lazım olan fikirləri siz ikiniz yaxşı şəkildə səsləndirdiniz. Mənim bu belə deyək Atletico oyununa əlavəm əslində yoxdur. Barcelona oyununa gəlmək istəyirəm. El Clasico. Bir dənə xəbər deyək ki, Simeone cındırdı. Vinicius'a qarşı üzr istədi, amma cındırdı da. Əslində adını çəkmək istəmirdim. Çünki ona ayrılan mənə görə saniyələri mən öz həyatımdan getmiş yersiz saniyələr kimi görürəm. Ona görə o adam haqqında ümumiyyətlə o adamın şəxsiyyəti haqqında da ümumiyyətlə danışmaq istəmirəm Simeone haqqında. Çox hörmətsiz, çox hörmətsiz, səviyyəsiz, nə rəqibin futbolçusuna hörmət eləyər, nə məşqçisinə hörmət eləyər, nə azarkeşinə hörmət eləyər. Yəni bu adam bir sözlə şəxsiyyətsiz bir adamdır. Bu adam haqqında danışmağa ehtiyac yoxdur. Yoxdur elə bir şey.
Qaldı Barselona ilə oyna. Barselona oyunda birinci qolda Rodrigo'nun böyük səhvi var idi. Yəni Rodrigo geriyə pasda səhvə yol verdi. Rodrigo yoxsa Bellingham? Rodrigo'dur. Bellingham elədiyi son cəhd. Bellingham'dir. Təkrar baxdım ki, Rodrigo'dur. Rodrigo'nun səhvindən birinci qol gəldi. İkinci qolda Huyson'un səhvi idi. Tchouaméni solu götürdü. Huyson niyəsə bilmirəm. İstəmsiz olaraq sağda heç kim olmaya sağa meyilləndi. Lewandowski ortada dəhliz açdı. Lewandowski dəhliz açdı. Koridor açdılar. Bəli, qəşəng bir koridor açdılar. O da pas atdı. Lewandowski'nin də ən gözəl bacardığı şey qol vurmaq. Ya bu adam 9 nömrə kimi tarixin ən yaxşı 9 nömrələrindən. Bunun şotuna deyir çörəyini qazanır. bu adam gözü yumulu da topu vurar da qapıya. Yəni yuxudan durğuz o moment. Amma mən sən bir adam gətirərəm ki, səndən o sporunu apara bilər. İndi dediyim odur ki, Lewandowski ən gözəl bacardığı 2 qolun hər ikisində, bax birinci və ikinci qolda komandanın səhvindən danışdıq da biz. Üçüncü qolda bu dəfə də rikoşet getdi. Həm də bəxt tamamilə oldu. Burada da yəni əslində o futbol tanrısı deyilən amil əslində bizim dünən qələbəmizi istəmədi də, bir sözlə belə deyək. Layiq deyildi ya. Layiq deyildi. Müəyyən bir qismdə baxın. İkinci hissənin 15-20 Xabi Alonso'da nədə səhv görürəm. İkinci hissənin 15 dəqiqəsi təxminən 60-cı dəqiqələrin ortalarına qədər komanda Barcelona demək olar qapısına sıxmışdı. Hətta üçüncü qol mənə görə gəlmədi. Sadəcə gəlməli idi, amma hansısa məqamlarda alınmadı da belə deyək. Olmalıydı, olmadı. Bəli, hansısa məqamlarda alınmadı, olmadı. Amma 60-cı dəqiqədən sonra artıq komanda çatdırmırdı. Yəni bunu Xabi Alonso kənardan görməli idi. 72-ci, 73-cü dəqiqə o 12-13 dəqiqəni Barcelona ən azı 2 dəfə, 3 dəfə qol üçün gəldi. Bacarmadı və bu onsuz da gəlirdi. Artıq yəni mən Bakıdan oturub belə deyək də, evdə divanda bu futbola baxa-baxa görürəmsə ki, bu qol gəlir. Xabi Alonso orada bu qədər rahat bir şəkildə futbolçuları isitməməli idi misal üçün. Mbappé'ni neçənci dəqiqədə salmağa fikirləşirdim. 85-ci dəqiqədə salıb axırıncı 7-8 dəqiqədə qol vurmağını gözləyirdim. O da onun riskinə gedə bilmirdi Mbappé. Biz faktiki olaraq Barcelona neçənci dəqiqədə qırmızı aldı? 90-da. Biz 60-cı dəqiqədə 10 nəfərlə oynayırdıq meydanda. Gonzalo Garcia çatdırmırdı. Meydanda yox kimi. Gonzalo Garcia TikTok videosu Gonzalo Garcia'nın ümumiyyətlə Barcelona'nın oyunu mən bəyənmədim. İndi deyəcəklər ki, 1 qol, 1 assist. Assisti mənə görə elə o Busquets-in Messi'yə assist. Mənim şəxsi bir dənə sözü kəsirəm. Assist o deməkdir ki, sən hər şey eləyirsən, ya da yarısını heç olmasa verirsən buna ki, gəl bir dənə boş qapını vur da, ya da tək. Bu buradan paza yazır, qaçır 50 metr, 42 metr qol vurur, deyir assist. O assist deyil. Və ya qolu. Birinci hissədə sağ cinahdan belə deyə də, düzdür, sxemdə sağ cinahda Vinicius görünürdü, amma Vinicius solda oynayır da. Sağ cinahdan neçə dənə epizod belə deyə də fikrimizdən keçir birinci hissədə. Mənim bir dənə epizoddur yadımda qalan. O da Gonzalo Garcia təkbətəyə çıxdı. O da belə deyək, səriştəsizliyi mi deyim, təcrübəsizliyi mi deyim, 20-25 metr məsafədən niyəsə topu qapıya vurdu. Yəni gedə bilərdi əslində, biraz da qabağa gedə bilərdi əslində. Getmədi. Təcrübəsizlik. Çatdırmayacağam. Vurdu. Assistini mən assistdən yenə deyirəm, hörmətsizlik çıxmasın, amma assistdən saymıram. Qaldı qola. Qol da indi daha gördünüz də necə qol oldu. İndi düzdür, orada da yenə 9 nömrə refleksi deyəcəm mən ona. Məsəl üçün o anda o refleksi verməyin özü də topu hiss eləməkdir, qolu hiss eləməkdir. Amma yenə də Gonzalo Garcia'nın oyunu mən bəyənmədim. Atletico ilə oyunda, nə də Barcelona oyunda bəyənmədim aslında. Atletico ilə başı bağlı. Yenə məhsuldarlıq elədi düzdür Barcelona, amma bəyənmədim. İkinci hissədə isə ümumiyyətlə meydanda yox idi və biz 10 nəfər mübarizə aparırdıq. Bundan da yanaşı Barcelona artıq bizim Barcelona ilə oxşar cəhətimiz bilirsiniz nədir? Hər iki komanda müdafiədə bərbad vəziyyətdədir. Və kimin hücumu daha çox yaxşı eləyən tərəf oyunu aparmalı idi və biz hücumu daha yaxşı eləyən tərəf olmaqdan çıxdıq artıq 60-cı dəqiqədən sonra. Bu 12-13 dəqiqəni Barcelona sıxdı və bizim müdafiəmiz mənə görə Barcelona'dan çox daha aşağı səviyyədə oynayır oyunu və nəticədə 3-2 gəldi. Yəni o Rafinha o qolu vurmasaydı belə yenə bir şəkildə o qol gələcəkdi. Amma Mbappé oyunda olsaydı 60-cı dəqiqə etibarən ən azından rəqib fikirləşəcəkdi ki, bu komandanın artıq Mbappési də oyundadır. Və mən biraz daha müdafiəni düşünməliyəm. Bu qədər qabağa çıxa bilməyəcəkdi və biz o təzyiqi davam elətdirəcəkdik Barcelona'nın qapısı qarşısında. Və mən sizə deyirəm ki, 80-ci dəqiqəyə qədər bəlkə də 3-2, 4-2 gələcəkdi. Mən inanmıram. Mbappé-dən görsəniz ki, formada deyil. Vinicius meydandan çıxana qədər ən azından bir 15-20 dəqiqə bu adamların vaxtı olacaqdı ki, bir yerdə oynasınlar oyunu.
ən azından məsəl üçün Mastantonun yanında oynamayacaqdı Mbappe. Vinicius'la bir yerdə oynayır. Düzdür, indi deyəcəksiniz ki, Vinicius'la 5 ayda oynayır. Ortada nə var misal üçün də? Amma ən azından dünənki oyunu biz özümüz də gözəl bilirik ki, hamımız El Clasico'da Vinicius tamam fərqli yanaşır. El Clasico'dakı Vinicius meydandakı digər futbolçuların hər birindən seçilir. Eminli El Clasico'larda. Yəni sezon ərzində 70 El Clasico olsa, Ballon d'Or'u gedib həqiqətən 10 dənə Ballon d'Or qazanardı. Bəlkə də Vinicius qazanacaq. Çünki ən azından bu 70 oyunun 50'sində prime asacaq. Mən sənə razıyam, Lətif. İstəyirəm bizim ümumiyyətlə bugünkü danışığımızı həm El Clasico cəhətdən, həm Xabi Alonso cəhətdən birbaşa və biraz yekunlaşdırım və ümumləşdirim. Uşaqlar, mən Alonsonun start heyətdə Ardanın çıxardığı Gonzalo salmasını müzakirə etmək istəmirəm. Taktiki sxemdə biz görürük ki, okey, hardasa sən oxşar bir sxem elədin, Atletico ilə oyunda da belə oynadın. Yəni yekun sxemi deyirəm, Gonzalo sxemi olan deyirəm. Amma Tchouaméni müdafiəyə qoydun, Valverde'ni yarım müdafiəyə qaytardın, Asensio'nu sağa qoydun. Vrodika ki, Vinicius sol hücumçusudur. Mərkəzdə oynayırmış, Rodrigo solda oynayırmış, onlar dəyişilmişlər. Mişlər də, yəni bildin necə. Mən bunları müzakirə etməyəcəm. Yəni velosiped icad elədi. Həmişə deyirəm, hətta 6 ay ərzində normal bir sxem görmədik biz. Onu deyəcəydim ki, özümə Fuad da o bir podkastda soruşdu mən də axırda. Səncə lazım olan hansı sual verdi? Hansı Xabi lazımi qərarı verəcək yoxsa yox? Dedim ki, narahat olma. Xabi bizə öyrəşdirib ki, 100% ən səhv qərarı verəcək və biraz yalnızca da PSG-nin oyunda. Gonzalo da bastı, Vinicius da bastı, Mbappe hamısını bastı, hücuma oynayır. Nəysə, bunları müzakirə etmək istəmirəm. Komandanın hansısa məqamda yaxşı oynaması su fasiləsindən sonra bunların su fasiləsində nə oldu ilk time? Bəyazızdadır. Normallə gəlirdi oyun biraz orada, biraz burada. Birinci hissədə su fasiləsi öldü komanda. Öldü deyə bastırırdılar qapıya onları. Düzdür, indi əlavə vaxtlarda çıxmaq şərti orada bir fantasmagoriya oldu. Əlavə vaxtlarda bütün qollar vuruldu əsas məqamlarda. Onlara da çıxıran bir qırağı. Orada biraz əyləndik. Bir izləyici kimi orada biraz əyləndik həqiqətən. Ora qol, bura qol, okey. Səhvləri demək istəmirəm, haradakı Tchouaméni get. Bəlkə də ora Tchouaméni yox, Höysinin Asensio oynasaydı, akademiyadan müdafiəyə meyilli adamlar, yəni müdafiə deyəndə ki, yarım müdafiəçi kimi, dayaq kimi yoxdur, bildiyi müdafiəçilər. Onlar bəlkə o hiss edəcək ki, koridor var aramızda. Konkret olaraq getmək koridoru da birbaşa Kukunaya aparan yoldur da, bildin necə. Nəysə, onu da atıram bir qırağa. Carreras'ın son dəqiqə epizodu qoyuram qırağa. Kəllə də kim qol qoymuşdu? Asensio'nu qoyan bir qırağa. Sonra nəyə qoya bilərik? Hardasa oyunun qırılma nöqtəsini qoyuram bir qırağa. Harda ki, oyunu ələ ala bilərdi, amma həmin əqamda bəxti gətirmədi. Valverde və Vinicius əvəz etmək istədilər. Biz onu söyürdük, açığı. Məncə hər kəs söyürdü o momentdə Xabi Alonso və mətbuat konfransında ilk cavabı oldu ki, qardaşım, Valverde özü istədi, Vinicius özü istədi. Məndən heç nə istəmir. Elə oldu. Ya adam deyir ki, mənim ayağım işləmir, mən neyim deyim, yox, öl, amma qal, alınmır. Və 2 məqam sadəcə məndən narahat edir. Cəmi deyirlər. Hər şey qoyuram bir qırağa. Cəmi 2 məqam məni narahat edir. Bir real azarkeşi olaraq. Birincisi, sən baş məşqçi olaraq utanırsanmı ki, sən rəqibin qolunu gözləyirsən ki, Mbappe-ni çıxarasan? Belə nə deyəcəksən? Hazır deyildi. Mən heç nə deməyəcəkdim. Yox, məsəl üçün sən artıq bir dəfə onun fikir bildirdin ki, yəni bəlkə də 60-da çıxartsaydı risk altında olardı da. Yəni risk altındasan sən bu göstərmə də bu xiyarı da, göstərmə cəmaata da, çıxartma da bunu istinməyə. 20 dəqiqə qıraqla məşq et. Yox, çıxartma istinmə. Yox, vəbşə gətirmə onu bura. Gətirmə. Çünki sən onu gətirməklə artıq Flick orada əlavə bir plan cızır özünə ki, bu çıxa bilər hər anda da. Fikir versə Kunde nə qədər hücum elirdi, amma əminə Mbappe çıxanda Kunde oturdu müdafiə. Plan idi bu. Nəysə. Mən artıq başa düşürdüm. Mənim yanımda, ətrafımda olan adamlar, madridistalar, bu arada çox sağ olun ki, dünən Paulania gəldiniz. 110 nəfər idi, möhtəşəm bir atmosfer var idi. Hər kəs başa düşürdü ki, Alonso oturub sadəcə sıxır ki, nə vaxt Barcelona mənə qol vuracaq və mən Mbappe'yə çıxarıb bir dənə onlara qol vuracam və ondan sonra penallaşarıq. Mən buna birinci inanmadım. Dedi, bu təəccüb deyil də bu da, o deyil qardaşım. Yəni bunun xarakteri var, mənliyi var, şərəfi var, o var, bu var. Başa düşür ki, bu hansı gerbidir, hansı klubdadır bu. Hər şey başa düşünürdüm ki, mətbuat konfransında çıxıb nə desə yaxşıdır. Mən elə bilirdim ki, Mbappe-ni çıxardandan sonra və qol buraxandan sonra da, yəni bizim 15 dəqiqəmiz var. Mən düşünürəm ki, biz heç şey edə biləcəyik. Onun planı bu idi. Planı bu idi ki, qardaşım, yesəm, Mbappe-ni çıxaracağım, 3-3 olacaq. Mbappe şey deyil də, Merlin deyil də, Harry Potter deyil də, ortadan bu qolu çıxartsın. Görmüsən, sənin də rəqibin də sənə hazırdır artıq. Bu bir məqam.
Bunu artıq yazıram Xabiyə. Bax bunu yazıram Xabiyə. Mbappe'nin vəziyyətinə asılı olmayacaq. Çünki özü gətirdi. Özü Atletico ilə oyundan sonra dedi ki, ona sual verirlər. Görmürsünüz ki o videonu. El Clasico'da Atletico ilə oyun kimi olacaq deyir. Yox, tamamilə fərqli olacaq. Çünki Mbappe gəlir. Uy, blin, elə şey mən heç Ancelotti'ni eşitməmişəm də, yəni də. Yəni Ancelotti blin, nə bilim, valla ən bərbad müdafiə xətti ilə oynasın. Məsələn, hansısa oyunçusu, müdafiəçisi sağalsın, sevinərsən də, Allah müdafiəçini sağalıb da. Dünən Chouamini ilə Valverde müdafiənin mərkəzində oynayırdı. Dani Qarabağ müdafiənin mərkəzində oynayırdı. İdi pırt biri Rüzgar qayıtdı, sağaldı. O belə sevinmirdi, belə məqamlara ki, Rüzgarım sağaldı uşaqlar. Belə demirdi, Mbappe gəlir. Samalyotdadır. Biabırçılıq. Nə qədər də asılı olasan bir oyuncudan, məşqçi kimi. Komanda asılı deyildi Mbappe'dən. Xabi Alonso Mbappe'dən asılıydı. Komanda son 3 oyunu zaten göstərdi ki, Mbappe ona görə də Mbappe deyirlər, Mbappe Ronaldo'nun rekordunu vurmaq istəyirdi. Bəlkə də istəyirdi. Harda ki, artıq bir sənə necədir? Qalibiyyət var, nəticə var. İndi rekordu qırmaq istəyirsən. Amma Xabi Alonso Mbappe'yə sındırdı ki, o əvəzləndi, o zədələndi yeni ildə. Buraxardı da Gonzalo'nda, buraxardı oynardı da Talavera ilə, Balavera ilə, gicgicə komandalarına, buraxardı oynardı da. Eləmədi onu, çünki niyə görə? Mətbuat konferansında və başqa yerlərdə deyirlər ki, qovacaqlar sizə, onu eləyəcəklər, bunu eləyəcəklər. Nəysə, və digər məqam, Xabi Alonso bu klubda nə dəyişdi, bu komandada? Heç nə. Nə dəyişdi? Hansı yaxşı da sistemi qoyan bir qırağa, onsuz da sistem komandası olmamış heç vaxt. Okey. Xabi Alonso Arda Gülərdən başqa kimi ne to что upgrade deyirlər də onu. Kimi upgrade elədi? Hansı oyuncuya biraz inkişaf verdi bu 7-8 ay ərzində? Mənim əsəb sistemimi upgrade elədi. Hansı oyuncuya inkişaf verdi Xabi Alonso? Arda Gülərdən başqa. Flick'i danışırıq bugün. Sayı hesabı, heyətin tam 100% demək olar ki, inkişaf edib. Hamısı. Lewandowski biraz azaldıb, amma Lewandowski yaşı o deyil. 37 yaşı var. Xabi Alonso gənc, populyar, İspan, Realın əfsanəsi, futbolçu kimi baş məşqçi. Klub rəhbərliyi tərəfindən gətirildin. Bilmirəm, vecimə deyil. Florentino Perez tərəfindən gətirildi. İcraçı direktor tərəfindən gətirildi. Qardaş, gətirildi də bu klubda nə dəyişdi? Heç nə. Hər gün yeni sxem, hər gün yeni heyət, bir gün Kamavinga oynasın, sabah Arda gedib, nə bilim, Pedri'ni tutacaq, o birisi gün Raul Asensio çıxıb Messi'ni tutacaq, Rüzgar'da Ronaldo tutacaq. Yəni hər gün bir temada, ona görə də düzdür, dediyimiz kimi, sevinmirəm mövsümün ortasında baş məşqçi ilə ayrılmağımızı, amma neynəyək? Bundan sonra da Arbelo'nu danışacağıq. Gələcəkdə baxa görə nə edir? Heç transfer mən düşünürəm ki, transferlər danışmaq mənası yoxdur. Çünki bəlli deyil Arbeloa qalacaq yoxsa başqası gələcək. Qoyaq bunu artıq gələcək podkastlara bu mövzunu. Uşaqlar çox sağ olun dəyərli fikirlərinizə görə. Əziz izləyicilər, siz də öz fikirlərinizi mütləq şərhlərdə qeyd edin. Xabi Alonso haqqında, El Clasico haqqında razısınız, Xabi Alonso'nun getməsindən yoxsa narazısınız və hər birinizə uğurlar arzu edirik. Sağ olun, çox sağ olun. ريال مدريد حلال